Deməli, əziz uşaqlar, OTK 15 fevral bugünkü Azərbaycan dili imtahanında qaydaları izah edirəm. Əvvəl bir çəkilişdə görüntülər yaxşı düşməmişdi deyə. Deməli belə, birinci sual belədir. E, İşlənmə yerindən asılı olaraq müxtəlif cür tələffüz oluna bilən sözlər hansılardır? Bu sözün sonu b, b, c, c, g ki, onlarla bitən sözlərlə bağlıdır. Bilirsiniz ki, onlardan sonra saat gələndə onlar cin getirir, samit gələndə isə kar tələffüz olunurlar. Eyni ilə burada bir də danışıq sözü var. Saat gələndə h, samit gələndə x, çərtik sözü var, samit gələndə x, iştirik saat gələndə y, nəng sözündə samit gələndə k, saat gələndə c tələffüz olunacaq. Ona görə birinci sualın tapşırığın cavabı B bəndidir. Növbəti tapşırıq hansı ifadə həm frazeoloji birləşmə, həm də sərbəst söz birləşməsi kimi işlənə bilər həmin tapşırıqdır. Kifayət qədər frazeoloji birləşmələr var ki, onlar həm də başqa vaxtda onlar deməli, sərbəst birləşmə kimi götürülə bilər. Ona görə doğru cavab Y bəndi götürüləcək, əldən düşmək. Həm yorulmaq mənasında, həm də həqiqi mənada stakanın əldən yerə düşməyi kimi. Tərkibində həmciz üzvləri olmayan hansı cümlələrdə tabeçilik əlaqəsindən istifadə edilir? Tabeçsizlik əlaqəsi iki yerdə olur. Həmciz üzvlər arasında və tabeçsiz mürəkkəb cümlənin tərəfləri arasında. Biz burada həmciz üzvlər olmayanı seçirik. İkinci cavabda pislik elə etmə, yaxşılıq et. Bu həmciz üzdür, kənarlaşır. Qəzəbi yalnız şəfqət və məhəbbətlə yatırmaq olar. Bu nümunədə şəfqət və məhəbbət həmciz üzvlərdir, kənarlaşır. Deməli, doğru cavab qalır 1, 4, 5. Nə üçün? Bir mübtəda gələr xəbər, göz mübtəda qızarır. Bu şəkildə deməli, tabeçsizlik əlaqəsi cümlələr arasındadır. Tənbəllərin işi sözdür, zəhmətçilərin işi əməldir. Bu nümunədə də cümlə üzvləri arasında tabeçsizlik əlaqəsi var. Eləcə də 5-ci cümlədə insanı məhv etmək olar, ona qalıb gəlmək olmaz. Doğru cavab A bəndi 1, 4, 5. Hecalarından birinin tərkibində iki reksiz şəkilçi olan, bax burada diqqət edək, iki reksiz şəkilçi olan C bəndidir. Burada gö, yəhd, burada deməli, ər və t bir hecanın tərkibində olacaq. Ür və t bir hecanın tərkibində olacaq. Doğru cavab C bəndi götürəcəyik. Köməkçi hissəsinə aid hansı sözlər yerinə görə bitmiş fikir ifadə eləyər? Burada biz 1, 4-ü götürürük. Deməli, əlbəttə söz cümləni götürürük. Əlbəttə söz cümlə olur. Hə, söz cümlə olur. Cavab 1, 4. B bəndini götürürük. 6-cı cümlə, deməli, hər iki cümlə üçün ortaq cəhət, bunlar mürəkkəb cümlədir. Komponentləri bərabər hüquqludur ifadəsi birinci cümləyə görə kənarlaşır. Çünki sahə var və o tabeli mürəkkəb cümlədir, deməli bərabər hüquqlu deyil. Komponent mürəkkəb cümlənin tərəflərinə deyilir. Bir qrammatik əsasdan ibarətdir fikri yanlışdır. Çünki mürəkkəb cümlələr iki ibadə qrammatik əsasdan ibarət olur. Həmciz xəbərlədi ifadəsi yanlışdır. Çünki hər xəbərin öz müqtədası var. Komponentləri yalnız intonasiya ilə bağlanan əlaqələrin fikri yanlışdır. Burada deməli, birinci cümlədə sahə var və o şər şəklinə bağlanır. Doğru cavab Y bəndidir. Qurusa mürəkkəbdir ifadəsi. Hansı cümlədə hal şəkilçilik sözü, şəkilçi qəbul edən sözdən hər biri fərqli nitq hissəsinə aiddir cümləsi D bəndidir. İnsanın sözü hal şəkilçisi var, amma isimdir. Onun sözü hal şəkilçisi var, amma əvəzlidir. Doğru cavab D bəndidir. Növbəti sual. Nümunənin tərkibində hansı sözlər çıxarılsa, vergül işarəsinin sayı dəyişməz. Cavab 2 və 4 olacaq. Oğul sözünü çıxarsaq, vergülün sadəcə yeri dəyişir. Bir sözündən sonraya gəlir. 2-ni biz çıxarsaq, vergülün sadəcə yeri dəyişir. O, deməli, 1-2-dən sonraya gələcək. Cavab 2-dir. Hansı cümlədə xəbər sintaktik əlaqənin aslı tərəfi deyil? Xəbər o zaman sintaktik əlaqənin aslı tərəfi olmur ki, həmin cümlədə mübtəda olmur. Çünki mübtəda olduqda xəbər, deməli, sintaktik əlaqənin aslı tərəfinə çevrilir. Amma tamamlıq və zəiflik ona bağlıdırsa, deməli, xəbər əsas tərəfdir. Doğru cavab bəndidir. Burada mübtəda yoxdur və xəbər sintaktik əlaqənin deməli, asıl tərəfi yox, əsas tərəfidir. Bizi qarşılayırlar, həmişə qarşılayırlar, mehribanlıqla qarşılayırlar. 10-cu cümlədə cümlələrin birində müraciət bildirən sözün ifadə vasitəsi ümumi qrammatik məna baxımından fərqlənir. Ümumi qrammatik məna sözün hansının hissəsinə aid olmasıdır. A bəndində övladların isimdir. B bəndində Qarabağ isimdir.
C bəndində vətən sözü isimdir. Y bəndində dostlar sözü isimdir. Doğru cavab D bəndi gənclər sifətdir. Bu da dil qaydalarını izah edir. 10 sual sizə 25 bal gətirir. Buraxılış imtahanlarında ona görə diqqətli olmaq lazımdır ki, tapşırıqlar üzərində düzgün işləyə biləsiniz.